dünyada yaşayan əhalinin 2 milyardı yoddan əziyyət çəkirdi. Yod çatışmamazlığını. Nə demək cəhənnəmə yod nə qaracaq ki? Deməli, bu yod sən demə qəbul olunur. Bax, burada qalxanvari vəz var. O yodu tutur, onun reseptor var. Heç ara gedənməz o yod qanla fırlanacaq, gəlib oraya. Qalxanvari vəzdə tiroksin əmələ gəlmədi. Yəni, bir dənə tirozin amin turşu qalığı, 4 dənə də yod. Fikir ver. Bu nədir? Bunun 95% zulanla birləşir, qalır 5%. O 5% bu bədəni yeganə hormon deməzdim. İki hormon var bədəndə, hər bir hüceyrəyə təsir. Onun biri qalxanvari vəzdən ifraz olunan tiroksindir. O tükdən tutmuş dırnağa qədər təsiridir. O hüceyrənin içinə girərək, o hüceyrədə mitoxondrini qıcıqlandırır, yanmanı sürətləndirir, yəni enerjini çoxaldır. Bax, o əgər kiçik yaşlarından bu olmasa, debillik əmələ gələcək. Beyində neyronlar hamısı... Yəni beyinə təsir edir də bu. Bəli, beyinə. Bax, ona görə də bizdə yod çatışmır.